Hər vaxtınız xeyir, mən də hamını salamlayıram. Əslində, Profesör Saglio xemə ilə dair hər şeyi danışdı. Mən sadəcə belə bir xronoloji ardıcılıq olaraq keçməyə çalışacağım. Xronik miyeloid leykemiya, BCR-ABL pozitiv miyelooperativ neoplazmadır və yeni diaqnoz qoyulmuş leykemiyalar içərisində %15'li bir paya sahibdir. ABŞ-da rast gəlinməsi hər 100 min nəfərə 2 hadisə, Azərbaycanda 2023-cü ilin nəticələrinə görə isə hər 100 min nəfərə 0,95 xəstələnmə payı düşür. Diaqnoz zamanı xəstələrin %50'si asimptomatikdir. Hal-hazırda mövcud hədəf terapiyalar ilə ümumi sağ qalma nisbəti 10 ildə %90'lara qədər yüksəlib. Əslində, xronik miyeloid leykemiyanın belə deyək, təbii seyrini dəyişdirən əsas məsələ BCR-ABL protoonkogeninin kəşf edilməsi və bundan sonra hədəf terapiya olaraq tirozinkinazaların kəşfi olmuşdur. İlk tirozinkinazamız imatinib ATF bağlanan bölgəsinə kompetitiv bağlanma ilə tirozinkinazanı inhibə edərək xəstəlikdə nailiyyətlər əldə etmişdir. İlk çalışma iris tədqiqatı. İris tədqiqatında imatinib ilə interferon və az aşağı doza sitazarın kombinə qolları arasında müqayisə aparılmışdı. Birin-birə randomizasiya aparılmış tədqiqatda qarşılıqlı qruplar arasında crossover keçidlərə icazə verilmişdi. Və imatinib qoluna keçid 58%, kombinə qola keçid isə cəmi 2% olmuşdu. Xəstələrin 12-ci, 18-ci ayda progresiyası imatinib lehinədir, %98, progresiyası yaşamı imatinib lehinədir, %98-də %93 və 18-ci ayda isə %93-ə %92. Həm də hematoloji və molekulyar cavabda da yenə imatinib kombinə qoldan üstün idi. 10 illik nəticəsinə baxdıqda iris tədqiqatının 10 illik nəticədə ümumi sağ qalmada imatinib qolunda 83%, kombinə qolda isə 79% 10 illik sağ qalma göstərirdi. İkinci preparatımız nilotinib, yenə imatinib kimi kompetitiv ATF bir tirozinkinaza inhibitorudur. Bu ikinci nəsil imatinibə görə daha potent bir tirozinkinaza inhibitorudur və NSND tədqiqatı imatiniblə nilotinibin qarşılaşdırdığı bir tədqiqatdır. Nilotinib qolunda 300 mg və 400 mg olaraq 2 qol, imatinib isə 400 mg olaraq tədqiqata daxil edilmişdir. Tədqiqatın birinci hədəfi 12-ci ayda mayor molekulyar cavab idi. Və 12-ci ayda MMR nisbətinə görə hər iki dozada nilotinib imatinibə görə üstün idi. %44 və 43-ün %22'lik bir nəticə ilə imatinibə daha üstün idi. 12-ci ayda tam sitogenetik cavabda da nilotinib qolları üstün idi. 80, 78 və 65. 14 xəstə imatinib qolunda, 14 xəstə toplam olaraq aksiyel və blast faza progres etmişdi. Bunlardan 11 imatinib qolunda, 3'ü isə nilotinib qolundaydı. NSD-nin tədqiqatında 10 illik nəticəsinə baxdıqda yenə kumulativ mayor molekulyar cavab baxımından nilotinib hər iki qolda imatinibə görə üstün idi, 78%, 63% ilə, amma ümumi sağ qalmada imatinibə üstünlüyü göstərilə bilməmişdir. Növbəti bir tirozinkinazamız dasatinibdir. Dasatinib dasit son çalışmasında imatiniblə müqayisə edilmişdir. Tədqiqata yenə birin-birə nisbətində xronik faza yeni diaqnoz xemiyel xəstələri alınmışdır
və ilkin hədəf olaraq 12-ci ayda tam sitogenetik nəticə hədəf olaraq seçilmişdi. Nəticələrə gəldikdə 12-ci ayda tam sitogenetik cavab dasatinib qolunda %77, %66 daha üstün idi. 12-ci ayda mayar molekulyar cavablarda da yenə dasatinib, imatinibə üstün idi. 46-ya 28%. Progresivləşmədə isə 5 xəstə dasatinib, 9 xəstə isə imatinib qolundaydı. Dasson çalışmasının 5 illik nəticələrinə baxdıqda, kumulativ mayar molekulyar cavab və MR4.5 nisbətinə görə yenə dasatinib üstün idi. 76-ya 66 mayar molekulyar cavabda, 42-yə 33 isə MR4.5-də. Lakin yenə bu çalışmada da dasatinibin ümumi sağ qalmada imatinibə üstünlüyü göstərilə bilməmişdir. Bosutinib digər bir potent ikinci nəsil tirozinkinazə inhibitoridir və yenə eyni dasatinib, imatinib bağlanan bölgəyə bağlanır. BIFO çalışması yenə bosutinib ilə imatinibin qarşılaşdırıldığı bir tədqiqatdır. Bu tədqiqatda da birin-birə nisbətində xronik faza, yeni diaqnozlu xəstələr tədqiqata alınmışdı. Tədqiqatın birinci hədəfi 12-ci ayda mayar molekulyar cavab idi. İkinci hədəflər isə sitogenetik cavab, 18-ci ayda mayar molekulyar cavab və event-free survival və ümumi sağ qalma idi. 12-ci ayda MMR bütün risk qrupları üzrə bosutinib qolunda imatinibə görə daha yüksək idi, 47-yə 37 və 12-ci ayda tam sitogenetik cavab bosutinib qolunda yenə yüksək idi. BIFO çalışmasının 5 illik nəticələrinə baxdıqda, yenə kumulativ mayar molekulyar cavab və MR4.5-ə görə bosutinib imatinibə görə üstün idi, 74-də 65, MR4.5-də isə 46-ya 35, lakin 5 illik ümumi sağ qalma nisbətinə görə yenə qollar arasında fərq əldə edilməmişdir. Ponatinib artıq 3-cü nəsil və daha potent bir tirozinkinazə inhibitor idi. Yenə eyni ABL bir bölgəsində ATF bağlanan bölgəyə bağlanaraq proto-onkogeni inhibə edir. PACE çalışması bu dəfə artıq 2 nilotinib və dalatinibə rezistent və intolerant olan və T315I mutasiyası olan xronik faza, akselera faza, blast faza xemel xəstələrinin və Fi pozitiv ailə xəstələrinin alındığı bir tədqiqat idi. Xəstələr 6 kohortda bölünmüşdü və xronik faza xemel üçün birinci hədəf tam 12-ci ayda mayor sitogenetik cavab, akselera və blast faz üçün isə mayor hematoloji cavab idi. Və PACE tədqiqatının nəticəsindən 267 xronik faza xemel xəstəsindən mayor sitogenetik cavab 56%, tam sitogenetik cavab isə 46%, mayor molekulyar cavab isə 34% olmuşdur. Akselera faz xemel xəstələrindən mayor sitogenetik cavab 39%, mayor hematoloji cavab %55 və plastik fazda isə mayor sitogenetik cavab %23, mayor hematoloji cavab isə %31 idi. 5 illik PACE tədqiqatının kumulativ mayor molekulyar cavab nisbətinə baxdıqda isə cavab verən xəstələrin 82%-də 5 illik MMR mayor molekulyar cavab davam edirdi, saxlanılırdı. MR4.5 isə 59% xəstədə, daha doğrusu 82% xəstədə mayor sitogenetik cavab saxlanılırdı, 59% xəstədə isə MMR mayor molekulyar cavab saxlanılırdı və PACE tədqiqatının 5 illik ümumi sağ qalması isə 73%-dir. Digər bir tirozinkinaza inhibitorimiz buraya qədər saydığımız tirozinkinazalardan öz bağlanma bölgəsinə görə fərqlənirdi və mirostoil cibinə bağlanaraq fərqli bir yolla proto-onkogeni inhibə edir. Assembl tədqiqatı Assimibin ikinci sırada, yəni
2 və daha çox TK-ya uğursuzluq və ya əksər tirozinkinazlara rezistent olan xəstələrin aldığı bir tədqiqat idi. Xəstələr asitinib və bosutinib qoluna randomizasiya edilmişdi 2:1 nisbətində və median təqib sürəsi 2,3 il idi. Bosutinib qolundan asitinib qoluna keçidə icazə verilirdi. Nəticədə birinci il hədəf olaraq 6 aylıq mayar molekulyar cavab nəzərdə tutulmuşdu və bu bosutinib qolunda asitinib qoluna nisbətən daha aşağı idi. %46 asitinib qolunda, %22 isə bosutinib qolunda, %30 asitinib qolunda, %29 isə bosutinib qolunda mayar osteogenetik cavab vardı. Bu tədqiqatın nəticəsi əsasında bosutinibin digər Beyond çalışmasına görə biraz fərqli idi. Beyond çalışmasında bosutinibin mayar osteogenetik cavab nəticələri %50'lərdə idi. 2 illik ümumi sağ qalma nisbətində yenə hər iki qol arasında bir anlamlı fərq yox idi. Assembly tədqiqatının 96 həftəlik yenilənməsinə nəzər saldıqda isə 96-cı həftədə mayar molekulyar cavab asitinib qolunda 37, bosutinib qolunda 16 idi. Kumulyativ insidens 96-cı həftədə 41% asitinib qolunda, 23% bosutinib qolundaydı və 72 həftədən çox MMR davamiyyət ehtimalı 97-yə 93 yenə də asitinib lehinə idi. Digər bir tədqiqat isə asitinibin ilkin sıra istifadəsinə dair ASTRO-FIRST tədqiqat idi. Bu tədqiqatda yeni diaqnozlu xronik faza xemel xəstələri, oral asitinib və tədqiqatçının seçdiyi digər TKI-lərlə qarşılaşdırılmışdı. 2 həftədən az digər TKI istifadəsinə başlanğıcda icazə verilirdi. Birinci rədəf 48-ci həftədə mayar molekulyar cavab idi. Bütün TKI-lər və imatinib qolunda. İkinci rədəf isə 96-cı həftədə mayar molekulyar cavab idi. Nəticələrə baxdıqda bütün xəstələr qrupunda 22,4%lik bir mayar molekulyar cavab fərqi var idi. İmatinib qolunda 29%, ikinci nəsil TKI qolunda isə 15%lik bir mayar molekulyar cavab fərqi var idi. Dərin molekulyar cavablara baxdıqda isə asitinib qolunda 48,8, MR4 31, MR4,5, bütün TKI-lər qolunda 28-ə 18 və imatinib qrupunda 53% asitinib, tədqiqatçının seçdiyi 23,5 və ikinci nəsil TKI-lərdə isə 45-ə 31 və 26-ə 24% kimi bir dərin molekulyar cavab var idi. ASTRO-FIRST tədqiqatının 96 həftəlik yenilənməsinə baxdıqda isə 96-cı həftədə bütün xəstələrə qrupunda 80%-ə 62%-də asitinib bütün xəstələrdə istifadə olan bütün TKI-lərdə üstün idi. İmatinib qrupunda 80-ə 56, ikinci nəsil tirozinkinaza qrupunda isə 81-ə 67 yenə asitinib üstün idi. Yan təsir profilinə baxdıqda isə asitinib qolunda daha az yan təsir görülür burada və ikinci nəsil TKI-lərə müqayisədə 54% müalicənin dayandırma riski daha az idi. Və arteriookluziv xəstəliklərə, ağırlaşmalara baxdıqda isə bütün xəstələr qolunda, bütün dərəcələrdə asitinib yenə ikinci nəsil TKI-lərə görə üstün idi. Lakin imatinib qolunda yan təsirə görə dərman dayandırma heç bir xəstədə olmamışdır. Və tədqiqatçıların gəldiyi nəticə asitinib xronik faza xemeyildə faydalı bir standart seçimi ola bilər ilkin sıra kimi və daha az təhlükəsizlik və daha yaxşı təhlükəsizlik dövlət dözümlü profilinə sahibdir. Digər bir dərman hal-hazırda tədqiqat mərhələsində olan olverambatinibdir. Olverambatinib Çindən gələn bir 3-cü nəsil Çində çalışılan bir tədqiqatın nəticəsində
Çində təsdiq olunmuş bir dərmandır və olverambatinib bir və daha çox sıra tirozin kinazə inhibitoru almış xəstələrdə istifadə ediblər. Xronik faza və aksiyoz faza xəstələrində və nəticədə həm mayor molekulyar cavab, həm mayor histogenik cavab, həm MR4-5-ə görə yaxşı bir 3 illik kumulativ insidens əldə edilmişdir. Bundan sonra ABŞ-da aparılan ponatinib və astinib sonrası xəstələrdə olverambatinib istifadəsində isə cəmi 80 xəstənin 51% 4 və ya daha çox sıra TKI müalicəsi almışdır və bu xəstələrdən ümumi tam sitogenetik cavab 61%, mayor molekulyar cavab 42%, T315A mutasiyası olan və olmayanlarda isə nəticələr oxşayır. Ponatinib rezident xəstələrdən 53% tam sitogenetik cavab, 38% mayor molekulyar cavab əldə edilmişdir. Həm ponatinib, həm astinibə müalicəsi almış 8 xəstədən isə 25%-də MMR əldə edilmişdir. 2 illik PFS 75, OS isə 98%-dir. Və bu kifayət qədər yaxşı nəticə hesab oluna bilər. Bütün bunlardan sonra NCCN nə tövsiyə edir xəstələr üçün? Xronik faza xəstələr üçün aşağı risk qrupunda bütün imatinib daxil ikinci nəsil imatinib və ikinci nəsil TKI-lər, eləcə də asinibi birinci sıra tövsiyəsi edir. Orta və yüksək risk qrupunda isə ikinci nəsil TKI-lər, asinib və imatinib birinci kateqori yox, digər tövsiyə olunan rejimlər arasında yer alır. Aksilera faza xemiyəllər isə əsas ikinci nəsil tövsiyə olunur. Bura həm də ponatinib və asinib də üçüncü nəsil TKI-lər də daxildir və bəzən əgər ikinci və üçüncü nəslə intolerans varsa, imatinib də istifadəsi oluna bilər deyə not düşülüb. Plastik fazda isə limfoid və mieloid növünə görə TKI artı ailə və amilə bənzəri müalicə rejimləri seçilməsini məsləhət görür. Yekunda nə deyə bilərik? 2024-də gəldiyimizdə artıq həm xemiyyə ekspertlərin, həm xemiyyə xəstələrinin kifayət qədər seçimləri var və demək olar ki, xemiyyə xəstələri normala yaxın bir yaşam müddətinə sahibdir. Bundan sonraki hədəflər müalicədən azad yaşam və tam həm funksional, həm molekulyar sağalma ola bilər və bunu daha potent TKI-lərlə monoterapiya və ya kombinə müalicə şəklində yəqin ki, əldə etmək mümkündür. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun Elmir doktor.